Zaman maşınını kəşf edən Əlövsət dayı onu yanlışlıqla işə salıb özünü təsadüfən Topal Teymurun taxtında tapır. Hər kəsin ona əmirim deyə baş əydiyini görüb, əvvəlcə təəccüblənir, amma bu hal onun xoşuna gəlməyə başlayır. Lakin bu xoşbəxtlik çox çəkmir, vəzir ona müharibə xəbəri gətirir. Əlövsət dayı kəlləsini itirməmək üçün ətrafındakilarla plan qurmağa başlayır və beləliklə Toxtamışın sonunu gətirmək üçün ordusu ilə səfərə çıxır. Döyüş anında planı unudan Əlövsət dayı mezolit dövründən yadında qalan taktikalarla özdə bilmədən Toxtamış üzərində qələbə qazanır. Bu qələbə onun özünə inamını daha da artırır. Ordusu ilə Hindistana fəth etmək istəyir və orada da qalib gəlir. İngilislərdən fərqli olaraq yalnız ədviyyatlar götürür ki, daş dövrünə qaydanda tutduğu ovu dadlı bişirə bilsin. Ankara döyüşündə filləri gətirməyi unutsa da, Bəyazidin səhvi səbəbi ilə burada da qalib Topal Əlövsət olur. Səmərqəndə qaydan sahib qıran Əlövsət dayı paytaxtı savaşdan gətirdiyi qənimətlərlə daha da gözəlləşdirir. Uğurların qudurtduğu Əlövsət dayı indi isə Çini fəth etmək arzusu ilə yanıb tutuşur. Amma bu ona qismət olmur, çünki zaman maşınını yenidən səhvən işə salaraq başqa bir dövrə yollanır. Əziz izləyici, Əlövsət dayını bundan sonra hansı dövrdə görmək istərdin? Rəylərdə yaz. Abunə ol ki, Əlövsətin macəralarını qaçırmayasan.